Fason Radyo. Merhaba değerli dinleyicilerimiz. Bugün 17 Mart 2026 Salı. Bakı Stüdyosu'ndan herkese merhaba. Fason Radyo'da Azerbaycan'dan Haberler programına hoş geldiniz. Ben Özlem. Ben de Ali. Bütün dinleyicilerimizi salamlayıram. Öyle, bugün stüdyoya girerken dışarıdaki coşkuyu fark ettim. Notlarında da ilk sırada İlahır Çərşənbə var. Bizim dinleyicilerimiz için bir anlatsana, nedir bu? Bəli, bugün Azərbaycanda Novruz bayramı öncesi son çərşənbə olan İlahır Çərşənbə veya Torpaq Çərşənbəsi qeyd olunur. Baharın gəlişinin, təbiətin oyanışının müjdəçisidir. Axşamlar tonqallar yandırılar, insanlar üstündən atlanar, şənliklər keçirilər. Dey.az saytı da bu coşkudan geniş bəhs edib. Tongal yani şenlik ateşi. Ne güzel gelenekler. Ama notların da bir yandan da ülkenin kara sınırlarının hala kapalı olduğunu görüyorum. Pandemiden beri devam eden bir durumdu bu sanırım. Bəli, təəssüf ki elədi. Baş nazir Əli Əsədovun imzaladığı qərarla xüsusi karantin rejiminin müddəti və bununla birlikdə quru sərhədlərinin bağlı qalması 1 iyul 2026-cı ilə qədər uzadıldı. Azadlıq Radyosu'nun xəbəridir. Anladım. Bu Azatlık Radyosu ve Meydan TV gibi kaynakların daha muhalif yayınlar yaptığını dinleyicilerimize hatırlatalım. Şimdi biraz daha şehir hayatına dair bir haber. Bakü metrosunda yeni bir yasak başlıyormuş. Bəli, 1 apreldən etibarən Bakı metropoliteninin stansiyalarında və qatarlarda elektron siqaretlərin istifadəsi qadağan olunur. Qaydanı pozanlar cərmələnəcək. Bizde de kapalı alanlarda benzer yasaklar var. Çok mantıklı bir karar. Şimdi notlardaki en ilginç habere geliyorum. İktidar Partisi'nin Göyçay ilçe başkanının 22 yaşındaki oğlu 3 milyon manatlık bir ihale kazanmış. Elədir. Meydan TV'nin xəbərinə görə, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının sədri Sahib Şükürovun 22 yaşlı oğlu Yunis Şükürlüyə məxsus Az Arxitektura MMC 3 milyon manatlıq tenderin qalibi olub. Şirkət Bakıdakı parkların, bağların və səkilərin layihə smeta sənədlərini hazırlayacaq. Bir dakika. Layihə smeta ne demek oluyor Ali? Yəni, proyekt kəşfiyyat sənədləri. Tikinti və ya təmir işləri üçün lazım olan bütün texniki sənədlər, planlar və xərc hesablamalarıdır. Anladım. Yani proje ve maliyet dosyaları. 22 yaşında ne kadar da parlak bir genç girişimciymiş. 3 milyonluk ihaleyi hemen kazanmış. Bu tür başarılı gençlerin hikayeleri nedense bana çok tanıdık geliyor. Mənbənin müxalif tandanslı Meydan TV olduğunu bir daha qeyd edək. Kesinlikle. Notlarında yargıdan haberler de var. Dün de bu konuları konuşmuştuk. Avukat ve aktivist Ahmet Mehmetli'ye hapis cezası verilmiş. Bəli, tanınmış ictimai fəal və hüquqşünas Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamları rədd edir və bunu fəaliyyəti ilə əlaqələndirir. Bu xəbərin mənbəyi də Azadlıq Radyosudur. Eləcə də casusluqda ittiham olunan Fransalı iş adamı Martin Rayan 10 il, Azərbaycanlı hüquqşünas Azad Məmmədli isə 12 il həbs cəzası alıb. Gündem yine ağırlaştı. Biraz içimizi açacak haberlere geçelim. Karabağ ve Doğu Zengezur'da yeniden imar çalışmaları devam ediyor anladığım kadarıyla. Bəli, bu çox sevindirici xəbərdir. Böyük qayıdış proqramı çərçivəsində bu günə qədər bölgədə 41 yaşayış məntəqəsinin inşası və bərpası tamamlanıb. Məqsəd o torpaqları yenidən canlandırmaqdır. Harika bir gelişme. Son olarak da hepimizi gururlandıran bir haber var notlarında. Bizim Arda Güler İspanya'da manşetlerde. Bəli, Azərbaycan İdman Mətbuatı da bu xəbərə geniş yer verib. Real Madridin futbolçusu Arda Güler 90 milyon euroluq bazar dəyərini qoruyaraq La Liga'nın ən dəyərli 10 futbolçusundan biri olub. Dey.az saytı da bu uğuru manşete daşıyıb. Harika. Onun başarısıyla gurur duymamak elde değil. Ali, bugünkü notlar için çok teşekkürler. Mən təşəkkür edirəm Özlem. Fason Radyo'da Azerbaycan'dan haberlerin bugünlük sonuna geldik. Yarın yine aynı saatte buluşmak üzere. Hoşça kalın. Fason Radyo.